Cruises.az-ın dəyərli dostları, MSC World Europe gəmisində deməli 18 yaşdan yuxarı olan insanlar üçün ayrı bir zona var ki, rahat bir şəkildə gəlib dincələ bilsinlər, daha sakit. Bu şəkildə bir hovuz var, balaca bir hovuz və eləcə də gəminin tam arxasında yerlər sudur, ona görə biraz daha yavaş hərəkət edirəm. Və bu gəminin ən arxa hissəsidir və əlbəttə ki, ən gözəl mənzərə də demək olar ki, gəminin arxasında olur. Xüsusilə hərəkət eləyəndə gəmi. Deməli, bu qarşıda gördüyünüz Aquapark. Deməli, burada Aquapark və burada bu ilanın başı görsənir. Bu quru sürüşkəndir və bu quru sürüşkəndən də 8-ci mərtəbəyə qədər sürüşə bilirsiniz. Pulsuzdur və belə bir maraqlı bir anda yaşaya bilərsiniz. Bu gəminin ən arxa hissəsidir və burada da belə bir şüşədən körpü var. Bu şəkildə gəminin alt hissəsini görə bilirsiniz. Gözəl şəkillər çıxır buradan. Çəkdirə bilər və xatirə olaraq saxlaya bilərsiniz, əlbəttə ki, özünüzdə. Və diğer tərəfdə gördüyünüz jacuzzidən və hovuzdan, üzr istəyirəm, jacuzzi deyil, biri də burada var. Və bu gəminin ən böyük xüsusiyyətlərindən biri bu gəminin iki qanada sahib olmağı. Gördüyünüz kimi sağ və sol hissələrdə hal-hazırda gəminin ən ortasında durmuşuq və beləcə bu şəkil orta hissə axşamları gəzilib xoş vaxt keçirilə biləcəyiniz məkan. İki tip balkonlu otaqlar var o gəmidə. Balkonlar haqqında sizə ətraflı çəkiliş edəcəm. Bunlar içəriyə baxan, promenada baxan balkonlardır və bir də gəminin digər tərəfində və orada da dənizə baxan balkonlar var və bu gəminin seçimi edərkən bunun məlumatını biz sizə mütləq veririk ki, bu balkon hansı hissəyə baxır? İç hissəyə, yoxsa dənizə? Həmişə dənizə baxsın istəyənlər də olur. İçəriyə baxsın, biraz da baxın maraqlı nə var? Axşamları hansı əyləncələr olur ara bölümdə deyənlər də iç hissədə olan balkondan seçə bilərlər. Bax belə.